Salam dəyərli dostlar, dəyərli şagirdlər. Bu gün sizə yenə 100% qəbula düşə biləcək sual tiplərinin izahını verəcəm. Gəlin keçək sualların izahına. Birinci sualda among gəlib. Yenə sualların belə desək mövzu izahlarını da qısa verəcəm. Deməli uşaqlar among, in, on, at. In on at deyəndə nə nəzərdə tuturuq? In the world və sair, one of, həvivə və yaxud da has və yaxud da had və olduğu təqdirdə nə olur? Üstünlük dərəcəsi. Üstünlük dərəcəsi olur. Bildik ki, burada üstünlük dərəcəsi var. Və üstünlük dərəcəsi necə düzəlir? Təşkilçalılarda bildiyiniz kimi sifətin üzərinə est gəlirik. Yox, çox hecalı olarsa the most, burada təbii ki, z artiklı mütləqdir. The most üstəgəl sifəti gəlirik. İndi burada variantlara gəlin. Baxaq, tall sifətidir. Bax, tall da nədir? Tək hecalı. Deməli, tall da olmalıdır, z artiklda olmalıdır. İlk öncə bu the most tall olmaz, çünki tall-la most işlənməz. Tall tək hecalıdır. Most isə çox hecalılarda işləyir. More tallır. İlk öncə more-la tallır ümumiyyətlə ikisi eyni anda işlənməz. Bu birinci səhv. İkincisi, suala səhv olaraq baxanda bizdən müqayisə yox, üstünlük dərəcəsi tələb edir. Among var axı orada. Much tall olmaz. Most tall da ümumiyyətlə ikisi bir anda gəlmir. Həmçinin z artikla yoxdur. Cavabımız D variantı olacaq. Yəqin ki, bu sual sadə tipli bir sual idi. O qədər də çətin deyildi. Onsuz da qəbulda da bu tipdə düşür. O qədər də çətin suallar düşmür. Gəlin baxaq ikinci sualın izahına. Mən dəyərli yoldaşlar, baxacağıq artiklla bağlı bir suala. Maraqlı sualdır, normal sualdır. Eiffel Tower abidədir və yaxud da nədir ki, abidə olduğuna görə, məsələn, Buckingham Palace olsun və s. daxil olsun, bunlara z artiklı qoyacağıq. Most popular. İncə üstünlük dərəcəsini izah edirdim ki, mostdan sonra sifət gəlir. Üstünə də bir z artiklı gəlir. Keçən videoda da izah elədiyim kimi, bu hər video demək olar ki, bir videoda da izah eləmişdim. Həm artikl mövzusunda izah eləmişdim, həm bundan əvvəlki qəbul suallarında izah eləmişdim. Mostdan sonra isim gələrsə z artiklı olmaz. Yenə də yada salmaq üçün deyim. Ona görə bura z qoyacaq. Çünki üstünlük dərəcəsi Paris. Paris isə bildiyimiz kimi şəhər, ölkə, kənd adlarında z artiklı işlənmir. Onun üçün cavabımız olacaq C variantı. Baxaq üçüncü suala. Üçüncü sual nə ilə bağlıdır? Üçüncü sual quantifiers ilə bağlıdır. Baxaq. Many-dən sonra nə gəlir? İlk öncə onu many, much, few, a lot var. Gəl üçündən də sonra nə gəldiyini baxaq. Many-dən sonra gəlməlidir cəm isim. Hələ variantlara baxmıram ha. Much gəlir, sayılmayan tək isim. A few-dan sonra gəlməlidir cəm isim. A lot often işlənməlidir. Ona görə istəyini çıxıram. Miqdar sayından sonra gəlməlidir cəm isim. Lap gözəl. Bu qaydaları yadımıza saldığımıza görə gəlin suallara baxaq. İlk öncə traffic light yox, traffic lights olmalıdır. İkinci sözə baxırıq bildiyimiz qədərilə. Cəm isim axtarırıq. Bura təkdir, getdi. Traffic cəm, tıxac. Sayılmayan isimdir deyə getdi. Burada çünki cəm isim lazımdır axı. Maçdan sonra science gəlib, cəm gəlib. Amma mənə sayılmayan tək isim lazımdır axı. Getdi. Polo isə həmişə cəmdə olan sözdür və cəm isim lazımdır. Ona görə cavabımız A variantı olacaq.
Dördüncü sualın izahına keçək. Deməli yoldaşlar, bu tense form, yəni zamanlara dair bir sualdır. Maraqlı sualdır və çox sadə bir sualdır. Mom, bu xitabdır. To my friend on the phone at the moment. Burada mənim açar sözüm at the momentdir. At the moment indiki davam edici zamanın zaman zərfidir. Məndən indiki davam edici zaman istəyir. Əla. A variantı will talk. Sadə gələcək zaman. Talk keçmiş sadə. Was talking keçmiş davam edici. Have talked bitmiş. Cavabımız olacaq I am talking. Yəni D variantı. Bildiyimiz kimi davam edici zaman necə düzəlir? Yadımıza salaq. To be plus ing ilə düzəlir. İndi biz indikini verəcəyimizə görə am, is, are plus ing aynən də am işləndiyinə görə cavabımız həmçinin D variantı. Belə bu şəkildə də sxematikdə tapa bilərik. Deməli baxaq 5-ci suala. 5-ci sual əslində belə baxsaq, cümləni tamamla tipli suallarda birbaşa mübtəda gəldikdə biz sualı tapırıq. Amma bu sual nəzdində gəlin baxaq. Deməli if gəlir, ifdən sonra mən mübtəda istəyəcəm öz qaydasında. Bu öz yerində. Gəlin ifdən sonra mübtəda hər birində var. Amma bilirik ki ifdən sonra gələcək zaman işlənməz. Bu qaydanı yada salıram. İfdən sonra gələcək zaman işlənməz. Shall be var, would be var. Yəni bu qəbul olunacaq bir şeylər deyil. A, B çıxdı. Sonra had I been var. Özündən sonra mübtəda gəlməyib. Yəni bu mübtəda məsələsini indi burada baxdıq ki, çıxdıq. İndi burada zaman uzlaşmasını verməliyik if-lə. Burada wanted olduğuna görə elə burada da sadə zaman verəcəyik. C variant. Baxacağıq 6-cı suala. Bu gerundla bağlı bir sualdır. Bilirik ki, gerund nə zaman işlənir? Preposition. Dan sonra gerund işlənə bilər. Gerundda da verb plus ing-dir. Yəni bunu da bilməyən yoxdur. Yəni burada qoyacağıq going. Ya variant. Baxaraq 8-ci, 7-ci suala. Bu nisbi vəziklərə dair, bağlayıcı vəziklərə dair bir sualdır. Mən. Kəlimlərin qaydanı yadımıza salaq. Canlılar, cansızlar, məkan olaraq bölürük. Canlı olanda who, whom, whose, hətta bəzi hallarda that, amma cansızlarda which, that. Məkanlarda where və in which də görə bilərik. İndi burada canlıdır. Mən kişi canlılara aiddir. Baxaq. Deməli burada indi bu üçündən birini qoyacağam. Zaten deyək ki, çıxırıq ki, yəni bu ən çox cansızlarla işlənir. Which-i də həmçinin ona görə çıxırıq. Uşaqlar, who-dan sonra gəlməlidir xəbər, feil. Özündən sonra xəbər tələb edir. Whom-dan sonra tələb edir mübtəda. Yəni Z ilə belə bir şey. Və yaxud da əvəzlik. Əvəzliklərdə axı şey yaradır, şəxs əvəzlikləri adlı halda olanda. Belə bir şeylər istəyir. Amma who'dan sonra who özündən sonra isim tələb edir ki, ismi birləşmə yaratsın.
Son da isim olduğuna görə cavabımız olacaq whose, C variantı. Baxaq 8-ci suala. Bu çox sadə. Saatlarla at sözünüz işlənir. B variantı doğru variantımdır. Burada çox izah olmaz bir şey yoxdur. Baxaq 9-cu sualın izahına. Deməli yoldaşlar, İlk öncə nəyə fikir verməliyik? Görməliyik nöqtələrdən sonra mit gəlir. Gəlin mit sözünü analiz edək. Mit bildik ki, sayılmayan tək isimdir. Sayılmayan tək. Gözəl, öz qaydasında, öz yerində. Gəlin baxaq görək. Many sayılanlarla işlənir, few sayılanlarla işlənir. Qalan hamısı olar. İndi Y variantında da a lot of yoxdur. Yəni a lot of olmalıdır da. Lot of deyə bir şey yoxdur. Onun üçün Y variantında çıxdıq. Deyir ki, sən deyir çox yeməməlisən. Yəni ət yeməməlisən. Çoxlu tərəvəz yeməlisən. Ona görə cavabımız B variantı. Burada not olmasaydı little-ı verə bilərdik. Yəni belə çaşdırıcı məqamlar ola bilər. Bunlar üçün daha diqqətli suala baxmaq lazımdır. Mən 10-cu sualın izahına baxaq. Deməli, diamonds gəlir qabağa. Diamonds gəldi qabağa. Found var, keçmiş zamandadır. Bu olduğuna görə cəmdə verəcəyik were found in Brazil. In Brazil. Baxaq, belə bir cavab varmı? Bu həm də buy da deyir. Variantlarda buy var. Ona görə buy gold millers. Yəni bizim variantımız, yəni özümüzün birbaşa heç variantlar verilməsə, düzgün cavab budur. Yəni əgər yaza bilmirsə, gəlin baxaq müəyyən məsələlərə. Aha. İlk öncə burada tamamlıq keçməyib qabağa, anı çıxıram. Həmçinin verbin deyə bir şey də yoxdur. Bax qardaş, burada zaman sadə keçmişdi də, düzdürmü? Burada nə var? Bitmiş zaman verib getdi. Baxaq, indiki zamanda getdi. Were founded. Nətər ola bilər ki, qaydasız feilə keçmiş zamanı həm qaydasız feil olaraq keçmiş olsun, həm də id artırılsın. Belə bir şey olmaz. Cavabımız C variantı. Zaten yazmışdıq biz bu variantı. Bu da öz qaydasında. 11-ə baxaq. Deməli 11-də gəlin bütün variantlara baxaq. Both of. Özündən sonra his friends gəldiyinə görə bu uzlaşır cəm xəbərlə. Some cəm xəbərlə, çünki özündən sonra cəmdə olan söz gəlir. All özündən sonra cəmdə olan sözcüğün cəm xəbər lazımdır. Amma burada speaks var ha. Speaks tək xəbərdir. Yəni ona görə A, B, C-ni çıxmışam. Many özündən sonra cəmdə olan söz gəlib, gəlməlidir cəm xəbər. Many-də çıxın noise of. Noise of. Nə gəlir? Yəni ümumiyyətlə of tək xəbərlə uzlaşır. Tək xəbərlə uzlaşır. Onun üçün cavabımız da Y variantı olacaq. 12-ci suala baxaq. 12-ci sual həm burada belə baxıram, mübtəda xəbər var, həm də əsasən amma sualı modal feillər. Modal feillərdən də qəbulda bir sualınız var. Deməli baxaq. Have to, has to tərcümə olaraq eyni şeydir. Yəni qrammatik olaraq and var. And olduğuna görə tək xəbər işlənmir. Tək söz işlənməz. Ona görə 2-ni çıxdım, 1-i götürürəm. Out'un tusu yoxdur. Onun 3-də çıxdım. Cavab olacaq 1, 4. Yəni B variantı. Baxaq 13-cü suala. 13-cü sual choose the correct variant demişəm ki, ya mübtəda xəbər uzlaşmasıdır, ya da complex object. Bura verb də yazıla bilər. Amma belə variant da yazıla bilər. Baxaq. İlk öncə sxemi beynimizdə quraq. Yəni burada mən yazdım. Let make varsa
Nə özündən sonra to, nə özündən sonra ing gələ bilər. Keçən sualda 2 dənə mən kompleks obyektdən sual hazırlamışdım. Çünki 2 dənə də düşə bilər kompleks obyekt. İndi hal-hazırda bir dənə salmışıq. Baxaq. Here, notice, observe, see, watch, 1, 2, 3, 4, 5, bir də feel. Bunlardan sonra isə to gəlməz. ing-li və yaxud da boş çoxluq işlənər və da boş çoxluq işlənər. Baxaq. Və bildiyimiz kimi bunların arasına adlı xal girməz. Sadəcə nə girər? Obyekt al. Deməli baxaq. Notice as passes. Bu sözdə heç vaxt mürəkkəb tamamlıq, heç vaxt belə desək, şəxsə və ya kəmiyyətə görə dəyişməz. A variantını çıxdıq. Her olar. Her to. So ilə to işlənməz. Feel ilə baxaq. Heard as to işlənməz. İndi ikisində də her var. ing var. Cavabımız olacaq B variantı. 14-də baxaq. Goods-la were işlənər. Biri götürürük. Goods-la has işlənməz. Çünki dərk getdi. List-la was işlənər. 3-ü götürəcəm. Çünki of-dan əvvələ baxırıq. Goods-la is işlənməz. 4-də çıxdı. 1, 4 doğru variantımdır. Necə oldu bu cavab? 1, 4 yox da doğrusu. 1, 3. 1, 3 doğru variantdır. Cavabımız A variantı. Baxacağıq 15-ci sualın izahına. 15-ci sual. Bu sual isə qəşəng bir sualdır. Nəyə aiddir? İnkar nümunələrinə. Əla. İlk öncə biz bilməliyik ki, what'dan sonra gəlməlidir isim və yaxud da ismi birləşmə. How'dan sonra isə sifət. Bunları bilməliyik və bilməliyik ki, əgər is, was, zat gələrsə, burada olacaq sifət. How'dan sonra yox. Feel, speak və s. gələrsə, fail gələrsə, olacaq zərf how'dan sonra. Bunları da diqqətə yetirməliyik. Baxıram. How tired it looks. What an interesting article they are. İlk öncə they are-la an article nə gəzir? Burada təkdir, burada isə cəmdə 2-ni çıxıram. 2-ni çıxdıq. A, B, Y variantları getdi. What a big river təkdədir. Is var təkdədir. 4-ü götürəcəm. 4-ü götürəcəm. Biri niyə götürmürəm? Birinin səhvi nədədir, yoldaşlar? Feel-dir. Become-dır. Taste-dir. Bu sözlər feil olmaqlarına baxmayaraq, bunlar gələndə sifət işlənməlidir. Amma burada awfully zərf olduğuna görə biri də çıxdım. 3, 4 doğru variantımdır. Baxaq yoldaşlar. Baxaq 16-cı sualın izahına və deyəsən son sualımızdır. 16-da possessive case olmazsa olmaz. Possessive case-ə dair bir sualdır. İlk öncə bilək ki, apostrof s-dən sonra got gələrsə bərabərdir həzə. Yəni apostrof s deyil. A variantını çıxdım. Where's-dir. What's-dur. Who's-dur. His-dir. It's-dir. Bunlardan da sonra bu da is-ə bərabər olduğuna görə bunu da çıxdım. It's olduğuna görə bunu da çıxdım. Apostrof s-dən sonra sifət, zərf, say, əvəzli işlə gələrsə, bu da is-ə bərabərdir.
Ona early gəlib, sifət gəlib. Getdi. Cavabımız C variantı olacaq. Deməli, dəyərli yoldaşlar, bizim bu tip sınaqlar, yəni onlayn, PDF formatlı və yaxud da dərsə qoşulub orada sınaqları veririk. Bir saat ərzində işləyirik. Sonra izahlarını veririk. Bu tip sınaq dərs qruplarına qoşulmaq istəyirsinizsə 0 51 318 99 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yəni daha bu tipdə belə desək, qəbul formatlı suallar çox olacaq. Çox belə sınaqlar işləyəcəyik, çox belə sınaqları paylaşıb, həmçinin izahlarını verəcəyik. Esse yazmağın yollarını, listeningdə xüsusi qeydləri və bütün mövzuların topludan və yaxud da müxtəlif mövzu və quizlərin izahını hamısını kanalda paylaşacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah sizə bir şey qata bildik. Sağ olun, salamat qalın. Hər birinizə tədris ili boyunda da uğurlar arzu edirəm.